أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. الحمد لله رب العالمين، ثم الصلاة والسلام على سيدنا ونبينا وحبيب قلوبنا وطبيب نفوسنا أبي القاسم المصطفى محمد اللهم صل على محمد وعلى آله الطيبين الطاهرين ولعنة الله على أعدائهم أجمعين من الآن إلى لقاء يوم الدين. أما بعد، فقد قال الله تبارك وتعالى في محكم كتابه الكريم: أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. ولقد خلقنا الإنسان من سلالة من طين ثم جعلناه نطفة في قرار مكين ثم خلقنا النطفة علقة فخلقنا العلقة مضغة فخلقنا المضغة عظاما فكسونا العظام لحما ثم أنشأناه خلقا آخر فتبارك الله أحسن الخالقين. صدق الله العلي العظيم. Allah'ın rahmeti, bereketi ve mağfireti her birimizin üzerine olsun. Değerli müminler ve mümineler. Ben her birimizi Allah təqvasını, özümü və sizi Allah təqvasını riayət etməyə dəvət edirəm. Quran-ı Kərimdə xüsusi diqqət yetirilmiş məsələlərdən biri insanın nədən yaradılması, necə yaradılması və nədən təşkil tapması mövzusudur. Allah Təbarək və Teala Quranda insana izah edir, başa salır ki, ey insan, səni mən necə yaratdım? Yaradanda ilk öncə səni torpaqdan yaratdım. Səlsal kəlməsi işlədir Allah Quranda neçə dəfə. Səlsal quru torpaq deməkdir, daşdaşmış. Deyir, mən səni ondan yarattım. Sonra səni mərhələləri ki sayır, qan şəklinə çevirdim. Sonra sümük şəklinə çevirdim. Sonra üstünü ətlə örtdüm. Bura kimi insanın fiziki tərəflərinin izahıdır. Allah insana istəyir Quranda desin ki, səndə iki tərəf var. Bir maddi tərəfdir, fiziki tərəfdir. Biz gördüyümüz cisimdir. Bura kimi bunun mənası budur. Səni torpaqdan yaratdım,
qan şəklinə çevirdim bağlı şəkildə, sonra sümüyə çevirdim onu, sonra üstünü ətlə örtdüm və bu izahatdan bu başa düşülür ki, insanın gördüyümüz tərəfini izah edir Allah. Bir də görmədiyimiz tərəfi var. Onu bu ayədən başa düşürük. Nəfəxtu min ruhi فَإِذَا سَوَّيْتُهُ نَفَخْتُ مِنْ رُوحِي. Deyir, insana ikinci bir tərəf də verdim. O nə idi? İnsana ruh verdim. Bura kimi hələ ölüydü insan. Canlanmamışdı, təkcə cismini yaratmışdı. İnsana ruh verdim, özdə elə-belə ruh yox. Elə bir ruh verdim ki, digər yaratdığım bəndələrin heç birinə o ruhdan verməmişəm. Digər yaratdığım varlıqlara, canlılara o ruhdan verməmişəm. O ruh nə idi? Min ruhi. Öz ruhumdan o yaratdığım cismə üfürdüm. O yaratdığım cismə ruhumdan üfürəndə o insan oldu. Ona görə biz görürük ki, o harda ki Allah insanı zalumən, cəhulən, zalim adlandırır, cahil adlandırır. Zalim də yox, cahil də yox. Ərəb dilində bir şeyi mübaliğə ilə şişirdilmiş şəkildə demək istəyəndə, məsələn, zalim olar, zəlum. Yəni, insan çox-çox zalimdir, amansızcasına zalimdir, qəddardır. Həm özünə zülm eləyər, həm də digər ətrafındakı insanlara zülm eləyər. Cəhulən, cahil deyil, çox-çox anlamazdır. Çox-çox cahildir. Birdən də gəlib insanı tərifləyir, deyir, o bəsirdir. O çox agah bir varlıqdır. O alimdir. O biliklidir. O qədir bilən varlıqdır. Harda ki insanı pisləyir, insanın torpaqdan yaranan sahəsinə aiddir. Nəyə görə? Çünki çox dəyərsiz şeydən yaratdı insanın yarı hissəsini Allah. Və o dəyərsiz, çirkin xüsusiyyətləri də ona görə məhz elə onun o dəyərsiz tərəfinə aiddir. Harda da ki insanı mədh eləyir, insanı tərif eləyir, o təriflər onun öz ruhumdan üfürdüm tərəfinə aiddir. Məhz ona görə də Allah insanı yaratmaq istəyəndə mələklər ki, etiraz eləməyə başladı, dedi, sən ilahi, yenəmi elə bir varlıq yaratmaq istəyirsən ki, onlar yenidən yer üzündə qan tökməyə məşğul olsunlar. Allah nə dedi? İnni a'lamu ma la ta'lamun. Yox, siz bir dənə onu görürsünüz.
Amma sizin bilmədiyiniz bir dənə şey var ki, onu mən bilirəm. Siz onun torpaqdan yaranan tərəfini görürsünüz. Fiziki və maddi tərəfini görürsünüz. Mən isə onun öz ruhumdan onlara üfürdüyüm tərəfini görürəm. Siz onu görə bilmirsiniz. Ona görə etiraz edirsiniz. Şeytan da ki, səcdə əmri gələndə üsyan elədi, səcdə eləmədi bu insana. Nə dedi? Xələqtəni min narin və xələqtəhu min tin. Dedi ki, torpaqdan yaratmısan onu sən. Torpaqdan yaratdığın bir varlığa niyə ibadət edim ki? Şeytan da onun dəyərsiz tərəfini görürdü. Və nəfəxtu fihi min ruhi tərəfini görmədi. Allahın öz ruhundan insan oğluna üfürdüyü o dəyərli tərəfini görmədi. Görsəydi, o da səcdə edərdi. Cahil olduğu üçün, insanın hər iki tərəfini görmədiyi üçün insana dəyər verə bilmədi. Məhz elə həmin ona görədir ki, insan oğlunda hər iki tərəfə, bir-birinə zidd tərəfə sarı böyük potensial, istedad, həm də meyl var. İnsanoğlu Allaha çatmaq istəyəndə o qədər gedər çatar ki, Qâbe qavseyni əv ədnâ. Məhəmməd Mustafa da insanoğluydu. Sallallahu aleyhi və aleyhi və səlləm. Allaha o qədər yaxınlaşdı ki, deyirlər, Meyraca gedəndə Allah Quranda nə deyir? Qul innəmə ənə bəşərun mislukum. Ey Peyğəmbər, insanlara çatdır, hökmən bunu bilsinlər ki, sən də onlar kimi bir insan evladısan, bir insansan, bir ata sülbündən və bir ana bətnindən bu dünyaya gəlmisən. Sən də bir insansan, amma bu insan elə bir ucalıqlara yüksəldi ki, hədislərdə də buyurur ki, siz də məni qədər yüksələ bilərsiniz. Sadəcə sizə vəhiy nazil olmayacaq, mələk gəlməyəcək. Mən xatəm idim, bitdi, qurtardı. Amma insan kimi əməllərinizlə siz də məni kimi yüksələ bilərsiniz. O qədər yaxınlaşdı, getdi, deyirlər, Cəbrail ondan bahəm idi. Ərş-i əlada bir yerə çatdı, gördü Cəbrail əyləşdi. Dedi, niyə əyləşdin? Sidratul Müntəhaya çatanda. Dedi, ey Allahın Rəsulu, sənin məqamın məndən uca olduğu üçün sən gənə gedəcəksən, qalxacaqsan. Amma mən buradan o tərəfə qalxsam, qənətlərim yanar, iznim yoxdur, icazəm yoxdur daha. Və ya ariflər, Mənsur Həllac deyirdi, ənəl-həqq. Mən haqqam deyirdi. Onu tutdular, edam elədilər, astılar. Nəyə görə? Başa düşmədilər nə deyir.
O demək istəyirdi ki, mən o qədər Allaha yaxınlaşmışam ki, Allahdan başqa heç nə görmürəm. Bu aləmdə varsa bir dənə Allah var. Allahdan qalan hər nə varsa heç nədir. Deyirlər, eynilə yaradanla yaranmışların misalı günəşin misalına bənzəyər. Necə ki, nurun, işığın mənbəyi özüdür, qalan gördüyümüz işıq isə onun zatından, varlığından saçan, yayılan işıqlardır. Əslində, hər nə varsa o günəşin özüdür, onun mənbəyidir, onun zatıdır. Əsl nur, əsl işıq oradadır. Qalanları onun saçan şüalarıdır. Yaradanla yaranmışın nə fərqi, misalı budur. Yaradan əsl hər nə varsa onun zatıdır. Qalan şeylər onun saçdığı şüalardır, yaratdıqlarıdır. Əsl dəyər o günəşinkidir ki, nur mənbəyidir. Əsl qiymət yaradanın zatıdır ki, digər varlıqları, məxluqatı yaradıb. Mənsur Həllac da sıravi bir insan idi, amma elə bir məqama yetişdi ki, dedi, ənəl haqq. Mən yoxam, varamsa mən də haqqam. O ariflər insan üçün 4 dənə səfər izah edirlər, sayırlar. Hər bir insanoğlu kəmala çatmaq üçün bu 4 dənə səfəri getməlidir, deyirlər. Birinci səfər, seyrun minəl xəlqi ilən nəfs səfəridir. İnsan sağ solundan, bütün varlıqlardan ruhunu, cismini, ağlını, düşüncəsini azad eləyə. Tamam təmizləyə. Bunu özünə məşğul eləyən hər nə varlıq varsa tək insan yox. Nə qədər yaranmışlar varsa, bu varlıq aləmində birini işin özünə məşğul eləyər, birini pulu özünə məşğul eləyər, birini ad, san, şöhrət, xəstəliyi özünə məşğul eləyər, birini bağı, bostanı, əkinçiliyi özünə məşğul eləyər, birini ondakı həsəd, kin, paxıllıq özünə məşğul eləyər, birini suizən özünə məşğul eləyər. Birinci səfər budur ki, insan bunların hamısından öz ruhunu, əqlini, mənəviyyətini, düşüncəsini saflaşdıra, təmizləyə, onda o birinci səfəri gedibdir. Onun mənası odur ki, insanın kəmala çatması üçün gərəkən 4 səfərdən birinciyi başa vurub deməkdir. Əgər bu insanı özünə məşğul eləyən maniyələrdən həm ruhunu,
qəlbini, əqlini, həm də cismini təmizləyə bildisə, birinci səfər hasil olubdur. Kəmala çatmaq üçün ikinci səfər buyururlar ki, seyrun minən nəfsi ilallah səfəridir. İnsan ikinci mərhələdə özündən Allaha tərəf səfər eləmək mərhələsini yaşayır. Yəni, vacib buyurulanlara layiqincə əməl etmək, haram buyurulanlardan yetərincə qorunmaq, bu mərhələnin içində baş verən proseslər vacib buyurulanları və haram buyurulanları riayət etdikdən sonra müstəhəb əməlləri icra eləmək, yerinə yetirmək, daimən zikirdə olmaq, Allahı daimən yad etmək və heç vaxt unutmamaq. Bu ikinci mərhələdir. İnsan əgər bu ikinci mərhələni də layiqincə yerinə yetirə bildisə, üçüncü mərhələnin zamanı çatır. O da seyrun minallahi ilallah. Allaha ki çatmışdı insan, özündən Allaha səfər eləmişdi. İkinci səfər bu idi. Üçüncü səfər Allahın özündən bir də Allaha səfər etmək. Artıq bu mərhələ xas olan bəndələrinin yetişdiyi mərhələdir. Əli əleyhissalam bunu belə şəkildə izah edir. Buyurur ki, İlahi, həbli kəmaləl inqita'i iləyk və ənir əbsara qulubina bidiyai nəzariha iləyk həttə təxriqə əbsarul qulubi hucubən nur فتصل إلى معدن العظمة وتسير أرواحنا معلقة بعز قدسك ومحل طاعتك يا رب العالمين. Allahım, mənə səndən başqa hər nə varsa ondan kamil şəkildə qopub üzülməyi əta elə. Mənən, ruhən, əqlən, cismən hər nəyə bağlılığın varsa onlardan qopub üzülməyi əta elə. Amma elə üzülmək olsun ki, kamil şəkildə olsun, bu 1% bağlılığım qalmasın heç nəyə. Bir dənə özündən məni üzüb qopartma. Və ənir əbsarə qulubina bidiyai nəzariha iləyk. Və bizim qəlblərimizin gözünü sənin pak zatının nuruna nəzər salmaqla işıqlandır. Hətta təxriqə əbsarul qulub hucubən nur. Deyir, elə mərhələyə gələk çataq ki, insanoğlu deyirlər, maddə aləmindən üzülüb mənəviyyət aləminə daxil olanda, orada da bir sıra maniyələr var. İnsanın fikrini Allahdan yayındırıb uzaqlaşdıran bəzi məsələlər olar. Əli əleyhissalam buyurur, hətta
nur hicablarını belə yırtmağı, cırmağı və xilas olmağı mənə nəsib elə. Təsilə ilə mə'dənil azəmə. Bu aləmdə bir dənə əzəmət, böyüklük mədəni var, qaynağı var. Kökü var, sərçeşməsi var. Nə qədər əzəmət, nə qədər gözəllik, nə qədər camal, nə qədər kamal, nə qədər izzət, nə qədər ucalıq, nə qədər şərəf varsa onun bir dənə qaynağı var. Onun bir dənə çeşməsi var. O da Allahın zatıdır. Fətəsilə ilə mə'dənil azəmə. Həmin Allah, mənim ruhum elə ki, gəlsin, bax o əzəmətin qaynağına yetişsin. Və təsirə ərvahuna mualləqətən bi'izzi qudsik. Allah bizi elə ki, ruhlarımız sənin o izzətli Quds məqamıva qovuşa bilsin. Bu insanoğlunun hansı tərəfinin insana hədiyyə etdiyi bir gözəllikdir? Və nəfəxtu fihi min ruhi. Öz ruhumdan ki, bu cismi yaradandan sonra, torpaqdan yaradandan sonra, öz ruhumdan ki ona verdim, üfürdüm, ondan sonra dirildi, canlandı. Bu həmin o gözəlliyin, o tərəfin insana bəxş etdiyi bir qabiliyyət, bacarıq və istedaddır. Demək, insanoğlu o qədər ucala bilər, bunda bu potensiya var, gedib Allaha qovuşa bilər, yetişə bilər. Birdən də gəlib deyir ki, Ulaikə kəl-ən'am, bəllhum ədallu səbila. Deyir, bu insan ki var, Quran ayəsinin tərcüməsi budur ki, həmin bunlar dörd ayaqlılar kimidirlər. Dörd ayaqlı da heyvanata deyilir, da? Heyvanlar. Allah insana deyir ki, bu insan heyvandır. Sonra da deyir, yox, heyvan ondan dəyərlidir. Bəlhum ədəllu səbila. Bəzən bu insan elə mərhələyə yetişər ki, heyvandan da dəyərsiz olar. Heyvandan da özünü daha da alçaltmış olar. Niyə? Mən heyvana öz ruhumdan vermədim. Mən insanoğluna verdim öz ruhumdan. Bunda bu qabiliyyət, bu əzəmət, bu potensiya ola-ola bunun qədrini bilmirsə, kəmala, camala yetişməyi, Allaha qovuşmaq istiqamətini seçmirsə, işi gücü yalnız və yalnız cism tərəfini bəsləməkdirsə, bir tək cisminin istəklərinə itaat eləməkdirsə, nəfsinin buyurduğu əsasında bu insan heyvandan da daha betərdir. Bu da həmin onun hansı tərəfinin insana gətirdiyi qabiliyyət və istedaddır. Mən insanı torpaqdan yaratdım tərəfini. Dəyərsiz tərəfini. Dəyərsiz şeydən ki, yaratdı cismi. Ona görə həmin o dəyərsiz tərəf də özünlə insana bir miras qoydu. O nə miras idi? O, heyvandan da daha alçaq halətə düşmək mirası idi.
Hər ikisi öz əlimizdədir deyir. Hər ikisi özümüzə bağlıdır. Seçim ixtiyaridir. Məcbur deyilik biz yolumuzu seçməkdə. Odur ki, Allah Təbarək və Teala həmişə insanları ayıq-sayıq olmağa dəvət edir. Diqqətli olmağa dəvət edir. Həmişə düşünməyə dəvət edir. Niyə? Düşüncəsi olan insan heç vaxt tənəzzül tərəfi seçmədiyi üçün, tərəqqi və təkamül tərəfini seçdiyi üçün həmişə insanları təfəkkürə, düşüncəyə, təəqqülə, təfəqqühə dəvət edir ki, ey insan oğlu, sən çox bahalısan, sənə öz ruhumdan verdim, onun qədrini bil, onu dəyərləndir, dəyərsiz etmə. Dəyərsiz etsən, deyirlər insanda durğunluq haləti olmaz heç vaxtı. Bir həddə qalmaz. Ya təkamülə doğru gedər, ya da tənəzzülə doğru. İnsan ya qalxdıqca da əcr, savab, mükafat kəsb eləyər, ya da tənəzzül eləyər. Bir quyunun başından atıldığı kimi insan haçan quyunun dibinə çatacaq bilinmir. O belənçi bir rəvayət var. Deyir, bir gün Peyğəmbər Əkrəm sallallahu aleyhi və aleyhi və səlləm məsciddə xütbə eləyirdi. Səhabə ətrafına toplaşmışdı. Çox qorxuducu, əcib bir səs eşitdilər. Peyğəmbərdən soruşdular ki, ey Allahın Rəsulü, bu nə səs idi belə, hamımızın ruhunu silkələdi. Peyğəmbər qayıtdı bir dənə müəmmalı, mübhəm bir cavab verdi. Heçası başa düşmədi. Buyurdu ki, o bir daşın səsi idi ki, 70 il bundan qabaq bir quyunun ağzından atılmışdı. 70 ildən sonra gedib tənəzzül edə gedirdi. 70 ildən sonra gedib o quyunun dibinə çatıb ora dəyəndə o səs oradan qalxdı. Heç kim anlamadı. Bu nə deməkdir? Bunun mənası nədir? Məclis bitdikdən sonra cəmaat ki dağılışdı, eşitdilər bir kafir ölüb 70 yaşında. Yetmiş yaşında bir kafir dünyasını dəyişib. Onda başa düşdülər ki, 70 il qabaq quyunun ağzından atılan, 70 ildən sonra da o quyunun dibinə çatan daşın mənası nə deməkmiş. Peyğəmbər bunu buyurub demək istəyirdi ki, insan ömrü bundan ibarətdir. Ya insanı üzü aşağı apara gedir, ya da Peyğəmbər kimi meyraca necə ki qalxdı, o şəkildə qalxa gedir. Burada da seçim insanın öz əlindədir. Nəticəsi də ya cənnətdir, ya da cəhənnəm əzabı. Bu nəfs insanın əlindən alındığı məqamda əgər o
daş kimi insan o quyunun dibinə getdi, dəydisə, tamam, bitdi. Əhli cəhənnəmdir deməkdir. Amma yox, Peyğəmbər kimi ucala, yüksələ getdisə, nəticəsi behişt və cənnətdir deməkdir. Uca Allaha and verək öz izzəti cəlalına. Allah bizləri doğru dürüst seçim edib, haqqın istiqamətini seçib, Cənab-ı Haqqa tərəf, təkamülə tərəf, kəmala, camala tərəf seyr edib, səfərə çıxan bəndələrindən qərar versin inşallah Teala. Allah bizləri Məhəmməd və Ali Məhəmmədin yanında alnı açıq, başı uca və üzü ağ eyləsin. Heç vaxt heç birimizi onların huzurunda xəcalətli eləməsin inşallah Teala. Qəfərallahu li və ləkum vəssəlamu aleykum və rəhmətullahi və bərəkatuh. Allahümmə salli ala Muhammed və ali Muhammed. Allahümmə salli ala Muhammed və ali Muhammed. Allahümmə salli ala Muhammed və ali Muhammed. أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. والحمد لله رب العالمين. أحمده وأستعينه وأستغفره وأتوكل عليه وأصلي وأسلم على حبيبه الرسول الأعظم سيدنا محمد المصطفى وآله الطاهرين سيما علي أمير المؤمنين وحبيبته الزهراء المرضية والحسن والحسين سيدي شباب أهل الجنة وعلي بن الحسين زين العابدين ومحمد بن علي الباقر وجعفر بن محمد الصادق وموسى بن جعفر الكاظم وعلي بن موسى الرضا ومحمد بن علي الجواد وعلي بن محمد الهادي والحسن بن علي الزكي العسكري والحجة بن الحسن القائم المهدي صلوات الله عليهم أجمعين وأسلم على صحبه المنتجبين ومن تبعهم بإحسان إلى يوم الدين. Mən xütbənin əvvəlində bir daha hər birimizi Allah təqvasını riayət etməyə dəvət edirəm. Qur'an-ı Kərimin ikinci özündə yer verdiyi çox vacib, çox önəmli mövzulardan biri qiyamət mövzusudur. Allah o qədər qiyamətdən danışıb ki, təxminən 100 dənə qiyamətin adlarından Allah təkcə elə 100 dənə ad çəkib Qur'an-ı Kərimdə. Bu da qiyamət inancının nə qədər önəmli, əhəmiyyətli, vacib məsələ olduğu anlamındadır.
Namaz qılırsan, niyə qılırsan? Qiyamətdə üzü ağ olasan deyin. Həccə gedirsən, qiyamətdə üzü ağ olasan. Kərbəlaya gedirsən, qiyamətdə Hüseynin şəfaəti halına şamil ola. Haramdan qaçırsan, qiyamətdə hesab kitab zamanı işin müşkülə düşməyə. Vacib buyuranları yerinə yetirilirsən, Allah tərəfindən vacib əmr olunan, buyurulan məsələləri buna görə ki, qiyamətdə işin asan olsun. Qiyamət, qiyamət, qiyamət. Yəni qiyamətə birinin inamı zəif olsa, o insandan qorxub qaçmaq lazımdır. Niyə? Ondan hər şey gözlə. Bu bir dənə haçardır. Yadında olsun. Harada görsən ki, bir insanın vücudunda qiyamətə, bu inanca, bu etiqada inan zəifdirsə, ondan qorxuyla. Qoy qaç. Oturub durma elə insanla. Ondan dostluq eləmə. Niyə? İnsanı bütün çirkinliklərdən çəkindirən inanc Allah xofu və qiyamət qorxusu olar. Əgər birində də bu qorxu yoxdursa, canıvı, cismivi, ruhuvu rahat eləmək istəyirsənsə, həmin şəxsdən uzaq ol. Allah Təbarək və Teala buyurur ki, qiyamət gələndə hamımızın bildiyimiz kimi qiyamət hesab kitab dünyasıdır, haqq dünyasıdır. İnsanın əməl dəftərinin açılacağı bir yerdir. Mizan tərəzisinin, haqq, ədalət tərəzisinin qurulacağı bir yerdir. Və qiyamət günü baş verməzdən öncə Qur'an-ı Kərimdə buyurulur ki, bir sıra şeylər baş verər. Bir, dağlar darmadağın olar. Dənizlər, sular axıb hər yeri bürüməyə başlayar. Tsunami baş verməyə başlayar. Dağıdıcı və böyük zəlzələlər baş verər. Günəş öz nurunu itirər. Ay da öz işığını itirər. Ulduzlar da. Göy yarlar, aralanar. Sonra nə baş verər? İsrafil suruna üfürər, oxumağa başlayar. Buyururlar ki, bunda bütün canlılar
canını itirər, ölər. Allah ölmədiyini istəməyən varlıqlardan başqa. Bütün canlılar ölər. Birinci surda, İsrafilin birinci surunda bütün canlılar ölər. وَنُفِخَ فِي الصُّورِ فَصَعِقَ مَنْ فِي السَّمَاوَاتِ وَمَنْ فِي الْأَرْضِ إِلَّا مَنْ شَاءَ اللّٰهِ. Sura üfürüldükdə göylərdə və yerdə nə qədər canlı varsa hamısı huşunu itirər. Allah istəmədiyi şəxslərdən başqa. İllə mən şəallah. Thumma nufikha fihi ukhra fa idha hum qiyamun yanzurun. İkinci dəfə üfürdükdə isə hamı Adəm əleyhissalamın dövründən indiyədək, indən sonra da qiyamət gününə dək nə qədər insanlar gəlib, dünyasını dəyişib və indən sonra da gəlib dəyişəcək, hamısı ikinci surdan sonra diriləcəklər. Və ondan sonra hesab kitab başlayacaq. Və bu hesab kitabın əsas ölçü nöqtəsi də insanların peyğəmbərlərin gətirdiyi qanunlara necə, nə cür əməl etməkləri əsasında olacaq insanların hesabı kitabı. Kim peyğəmbərlərin gətirdiklərinə nə qədər, neçə faiz əməl edibdir deyə. Kimin əməl dəftərində 30% yazılıb, kimdə 50%, kimdə 70%, kimdə 80%, Əli əleyhissalam kimi kimdə 100% yazılıb peyğəmbərlərin gətirdiyi qanunlara əməl eləmək. %100 bu insan hamısını yerinə yetirib. Günah o yana dursun, bir səhvi xətası da olmayıb heç bunun. Onunki 100%'dir. Bu mizan ölçü əsasında ölçüləcək insanların əməlləri. Və orada nə haqda insandan soruşacaqlar? Hədislərdə və Quran ayələrində Quran onların bəzilərinə işarə edib, yəni. İndi sanki qiyamət başlayıb və hər birimizi bir sorğu-suala çəkirlər. Hesab kitab məqamıdır da, qaçılmazdır. La buddə minhu. Heç bir şəxsin o andan, məqamdan, hesab kitab məqamından qaçmaq şansı yoxdur. Onlardan Qur'an-ı Kərimin buyurduğuna əsasən biri Allahın insana verdiyi həm maddi, həm də mənəvi nemətlər soruşulacaq. Misal üçün, çoxlu maddi nemətlər vermişdim, ondan doğru, dürüst yararlana bildin ya yox. Maddi durumumu yaxşı eləmişdim, hamısını doğru, dürüst, halal yolda xərclədin, yoxsa bəzilərini də arada harama xərclədin. Gözəl mənəvi şərait vermişdim. Hər gün azan oxunardı, məscidin yanındaydın. Yanında olan məsciddən, bu mənəvi yaranan ab-havadan, atmosferdən istifadə layiqincə edə bildin, yoxsa yox. Quran oxuya bilirdin. Qur'anı qiraət eləməyi sənə nəsib eləmişdim.
Qur'anı tez-tez açıb oxuyardın, yoxsa ildə bir dəfə Ramazan ayı gələndə, yoxsa heç onda da açıb oxumazdın? Buyurur, insana verdiyi mənəvi və maddi nemətlərdən necə nə cür yararlanmısan sualı soruşulacaq. İkinci, günahkarlardan sual olunacaq, onların əqidə ilə bağlı olan günahlarından. İçərisindədir, amma qiyamətə inanmırdı. Allah uzaq eləsin, Allaha küfr eləyirdi. Əhl-i Beytin məqamını inkar eləyirdi. Əqidəvi günahlarından sual olunacaq. Sonra əməli günahlarından sual olunacaq. Əqidəvi günahlar içəri aid olan günahlardır. Düşüncəsindədir, onun əqlindədir, onun qəlbindədir inancı. İnanmır ya inanır. Amma sonra praktiki və əməli günahlarından soruşulacaq. Filan yerdə filan günahı elədin ya yox. Aşkara elədin ya gizdində. Hamısını zaten yazıbdır. Buyururlar orada şahidlər hazır olacaq. Hətta Allah insan bədəninə əmr eləyəcək, bəzi üzvləri şəhadət verəcək. Əl şəhadət verəcək ki, Allah, mən şahidəm ki, bu harama uzatdı əlini. Ayaqlar şəhadət verəcək, Allah şahidəm ki, bu ayaqlarla haram işin dalıyca getdi. Quran ayələridir bunlar. Və insan bədənindəki üzvlər şahid olacaq. Sağdakı mələk, soldakı mələk şahid olacaq. Əməl dəftərində nöqtə vergülünlə yazılan yazılar şahid olacaq. Və əxlaqi müşkülləri soruşulacaq. Müşriklərdən, şirk eləyənlərdən, peyğəmbərlərlə necə davrandılar soruşulacaq. Və bəzi dövrlərdə ki, qız balalarını diri-diri ki, dəfn eləyərdilər, günahsız yerə bastırardılar. Allah onlardan bu məsələni xüsusi soruşacaq. İnsanın ömrü haqqında soruşulacaq. Ki, sənə 40 il ömür vermişdim, 50 il, 70 il, 90 il, 100 il. Bunu necə dəyərləndirdin? Bundan necə yararlandın, faydalandın, bəhrələndin, istifadə elədin? Və insanın malı, pulu haqqında soruşulacaq və insanın əməlləri və insanlarla olan rəftarından, davranışığından sual olunacaq. Və bir də Həzrəti Xətmiyyə Mərtəbətin ailəsindən, Əhl-i Beytindən soruşulacaq. Əli və Ali Əliyə münasibətin necə idi? Dostlarından idin ya düşmənlərindən? Onları sevirdin, yoxsa onlara düşmən idin, yaxud da düşmən olmasan da uzaq edin onlardan. Ən önəmli vacib suallardan, xüsusilə vurğulanan suallardan biri bu olacaq. Rəvayətdə vurğulanan suallardan biridir. Ki, qiyamətdə bunu hər birimizdən soruşacaqlar. Əli məhəbbətindən, Ali Əlinin sevgisindən soruşulacaq. Və Peyğəmbər buyurur ki, İnsan qəbirdən duran kimi tərpənməyə qoymayacaqlar. Elə oyanıb duran kimi 4 dənə sual soruşacaqlar. Biri,
ömründən ki, harada, necə, nə cür xərclədin və necə başa vurdun bu ömrü. İkinci, malından haradan qazandın və harada xərclədin bu malı. Yəni, Allah eləməmiş, gəlir mənbəyi qarışıq olsa, halalı harama qaçsa, gözünü yumub desə ki, hardan gəlirsə gəlsin, yetər ki gəlsin, onun işi çox müşkül olacaq. Çünki tərpənməmiş insanoğlunun başına yağdırdıqları 4 sualdan biridir. Haradan qazandın, harada xərclədin. Ola bilsin də halaldan qazana, amma arada harama da xərcləyə. Evladına xeyir iş görür, süfrəyə o qədər naz nemət tökür ki, nə qədər yetimin haqqı aparıb orada zibilliyə tökülür sonra. İsrafkarlıq eləyir. Halaldan qazanmışdı, amma haram iş gördü, harama xərclədi. Və gördüyü işlərdən, əməllərdən sual olunacaq ki, nə işlər gördün? Nə qədər yaxşı əməllər gördün, yerinə yetirdin? Və 4-cü sualda Əhl-i Beytin məhəbbəti olacaq. Peyğəmbər buyurur ki, mənim Əhl-i Beytimin məhəbbətini Allah Təbarək və Teala bütün bəndələrdən soruşacaq. Əlini sevirdin, yoxsa yox? Ali Əliyə eşq, məhəbbət bəsləyirdin, yoxsa yox? Və insan bu suallara yaxşı cavab verə bilsə, vəziyyəti xoş olacaq. Amma bunların hər hansı birinin cavabında ilişib qalsa, onda vəziyyəti çox müşkül olacaq. Qalıb o insanın neçəsində bu sualların cavabının neçəsində ilişib qalmasına. Önəmli olan məsələ, bu deyilənlərdən örgəşiləsi, dərs çıxardılası məsələ budur ki, Allah Təbarək və Teala Qur'an-ı Kərimdə 100 dəfə eləcə qiyamətin adını çəkib. 100 dəfə. Və da o adları çəkməyə vaxt yoxdur. Önəmlilərini də artıq vaxt daraldığı üçün bu qədər ki, qiyamətdən söhbət edib, istəyir desin ki, qiyamətə inanmaq çox vacib məsələdir, çox zəruri məsələdir. Hər bir insan olan kəs qiyamət gününə inanmalıdır. Uca Allah'a ant verək, Məhəmməd və Ali Məhəmmədin nur cəmalı xatirinə bizləri o sorğu-sual məqamında əli ayağı əsib, dili büdrüyən, tutulan bəndələrindən yox, cavabı olmayan bəndələrindən yox, layiqli Muhammed və Ali Məhəmmədi sevindirən, cavabı verən bəndələrindən qərar versin inşallah Teala. Və sol tərəfimizdəki əməl dəftərində hər nə günahlar yazdırmışıqsa, əlinin vilayəti hörmətinə Allah onların hamısına əfv qələmi çəksin. Və sağ tərəfdəki dəftərimizi də ən mükəmməl şəkildə doldurub, bu dünyadan gedəndə əli dolu gedən bəndələrindən, orada Əli ibn Əbi Talibə, İmam Hüseynə qonaq olan bəndələrindən qərar versin inşallah Teala. Əuzu billahi mineşşeytanirracim. İnna a'teynakal kevser fasalli li rabbika vanhar. İnne şani'aka huvel abtar.
Vəssalamu aleykum və rəhmətullah və bərəkatuh.